9-cu sinif toplusundan musiqi dühası mətninin suallarına baxırıq. 81-ci suala baxırıq. Deyir ki, mətnin tünqar hərflər verilmiş söz hansı cümlələrdə mətnindəki mənada işlənmişdir? Tünqar hərflərlə verilmiş söz, deməli, burada daşırdı. Deməli, səbir kəsəsi daşımaq məcazi mənadadır. Biz də məcazi mənadanı seçəcəyik. Bir də deyir ki, Nil daşanda ətrafı lilli su basar. Nilin daşmağı, yəni çayın daşmağı normal, həqiqi mənadadır. Biri atırıq. 2də deyir, ey ürək, coşma, daşma. Burada məcazi mənadadır. 3də deyir ki, bəlkə daşa bilsəydim. Bu da məcazi mənada götürürük. 4də deyir, südü bişirərkən qazandan daşmasın deyə ona nəzarət etmək lazımdır. Burada südün daşması bu həqiqi mənadadır. Elə cavabımız olacaq 2, 3, D variantı. 82 baxırıq, deyir ki, mətndə hansı suala cavab tapmaq mümkündür? Deməli, A-da deyir ki, Mozartın ilk konsertini hansı şəhərdə verir? Bizə deyilmir hansı şəhərdə verildiyi. B-də deyir, Leopold oğlunun konsertlərindən nə qədər qazanc əldə edir? Sadəcə bizə deyir ki, qazanc əldə edir də. Burada deyir ki, bu işdən qazanc götürmə qərarına gəlir, amma bilmirik nə qədər olduğunu. C-də deyir, xəsarət almış Mozartın sağalmasına nə kömək edir? Aha, bu var. Burada deyir ki, uzun müddət yataqdan qalxmır, lakin azad olması fikri, yəni azadlığa çıxması fikri ona sağalmaq üçün güc verir. Cavabımız olur C variantı. 83-ə baxırıq, deyir ki, teatrda ifa olunmaq üçün instrumental musiqili dram əsəri mətndə üzərində rəqəm yazmış hansı sözə aid edilə bilər? Bu olacaq elə, deməli, opera. Cavabımız olur elə 4, C variantı. 84-də baxırıq, deyir ki, çərçivədə verilmiş hissə mətnin hansı abzasının sonuna əlavə edilsə, tərkib hissələr arasında əlaqə pozulmaz. Burada deyir ki, azadlığa çıxmış bəstəkar indiyə kimi görünməmiş ruh yüksəkliyi ilə yatmağa başlayır. Birinci il bəstəkarın ən yaxşı əsərlərindən biri yaranır. Bunu hara artıra bilərik? Deməli, deyir ki, azadlığa çıxmış bəstəkar. Buradan bilirik ki, biz bunu bura eləyə bilərik, artıra bilərik. Burada deyir ki, bəstəkar sağlandan sonra Viyanaya köçür, artıq azad həyata başlayır. 8-ci abzasının ardını artıra bilərik. Cavabımız olacaq D variantı. 85-ə baxırıq. Deyir ki, mətnin hansı abzasının özündən əvvəlki abzasa birləşdirmək daha məqsədə uyğundur. Deməli, bu orada balaca abzaslar var ki, 7-ci abzası birləşdirə bilərik. Niyə? Çünki bizə burada deyir ki, deməli, 6-cı abzasının axırında deyir, istefa ərizəsinə cavab vermək əvəzinə bəstəkarı itələyib pilləkəndən yığırlar. Burada fikir qurtarmır. Bundan sonraki abzasda deyir ki, həm fiziki, həm də mənəvi cəhətdən xəsarət alır. Artıq bunlar birləşdirməlidir ki, bir fikir tamamlansın. Ona görə də 7-ci abzası birləşdirə bilərik. Cavabımız olur C variantı. 86-ya baxırıq, deyir ki, uyğunluğu müəyyən eləyin. Arzu olunmaz sonluq, bu nəticə hissəyə gedəcək, qəfil ölüm. Yüksəliş yollarında bu gedəcək 1-ə. Deməli, daha sonra baxırıq 86-ya, deyir ki, uyğunluğu müəyyən eləyin. Giriş əsas və nəticə olaraq uyğun eləyəcək. Deməli, A-da deyir, arzu olunmaz sonluq, bu gedir nəticəyə, qəfil ölümünə görə. Yüksəliş yollarında bu, əsasda bunun danışır yüksəliş yollarından. Daha sonra deyir ki, bəstəkarın haqsızlıqla qarşılaşması, bu da elə əsas hissədədir. Haqsızlıq olunur da ona, bəs həm sarayda işləyəndə, həm də ki, o istefa vərəqini verəndə olur. Deməli, daha sonra deyir ki, yarımçıq səfər heç birinə aid edilməyəcək. Ədə deyir ki, az yaşının qeyri-adi bacarıqlı, lap girişdə danışır ki, 4 yaşında bəs belə istedadı var. Bu da olur elə A variantı. 87-yə baxırıq, deyir ki, nöqtənin yerinə hansı ifadə əlavə edilsə, Mozart aid ümumiləşmiş fikir ifadə oluna bilər. Burada deyir ki, müvəffəqiyyət əldə edə bilər. Bu, azadlıq arzusu ola bilər. Zəhmətsevər olar. Bir də ki, istedadlı. Mozart'a aid eləyirik bunları. 1-3-5-i Mozart'a aid eləyirik. Yəni, cavabımız olur Y variantı. 88-ə baxırıq. Deyir ki, mətnə görə əzmkarlıqla nəyə nail olmaq olar? Belə deyək də, məhdudiyyətin aradan götürülməsinə, elə ən axırıncı abzaslarda deyir ki, bəs əzmkarlıq eləyir və dedi ki, yatağa məhrum olmuşdu və əzmkarlıq eləyir, sağalmağa, sağala bilir də nəhayət. Daha sonra baxırıq 89-a. 89-da deyir ki, Wolfgang Amadeus Mozartın fəaliyyətini əsasən sxemi tamamlayın. Bolonyada, deməli, birinci nə yaza bilərik bura? Bolonyada bizə nələr verilib?
Burada deyir ki, Bolonya'da Filarmonik Akademiyada yarışda olur və çox mürəkkəb dörd səsli əsər yaradır və qalib gəlir. Daha sonra yaza bilərik ki, akademik seçilir. Bunları Bolonya'ya yaza bilərik. Daha sonra Viyanaya baxırıq. Viyanada nə edib? Viyanada burada. Deməli, Viyanaya köçür, musiqi bəstələyir, ilk dəfə dərs deyir. Konsertlərdə çıxış eləyir. İlk dəfə dərs deyir, daha çox yazsa yaxşı olar. Daha sonra Zalsburgda nə edir? Zalsburgda da burada ola bilər. 4 yaşlı oğlan, məsələn bunu yaza bilərik ki, bəzi qoca musiqiçilərdən daha yaxşı məharətli ifa eləyir bəzi əsərləri. Daha sonra Mozart Zalsburqa bəstəgər kimi qayıdır. İlk operasını yazır, yaza bilərik. Bu kimi fikirləri yaza bilərik. Daha sonra deyir ki, mətnə əsasən Eyler-Venn diaqramını doldurun. Leopold Mozart, yəni bunun atası, musiqidən qazanc çıxarmağa çalışır. Dedi ya, oğlunu aparar belə konsertlərə, ondan pul qazanmağa başlayır. Bu Mozart isə belə deyək də qeyri-adi bacarığa sahibdir. İstedada sahibdir. Belə deyək də gözlənilməz şəkildə vəfat eləyir yaza bilərik. Ortağa nə yaza bilərik? Hər ikisi bir müddət sarayda yaşayıb, hər ikisi musiqi ilə məşğul olur, kimi fikirlər yazmaq olar. Bu qədər, sağ olun.